Milli məğarif məsələlərine zor ixtibar verirlər. Əlaqə işinin nəticələri 2014-2020 yıllarda Tatarstan Respublikası dövlət tillərinin həm Tatarstan Respublikasında başqa tillərini saxlav, İranın həm müstürü dövlət proqramısının sifatlı əməlgə aşırılmalıdır. Şolayaq Tatarstan Respublikası Ministerlər Kabineti başında tiller turundakı zakonlarına əməlgə aşırı boyunca Sovet işi tırğızılığı da bu yönəlişdə zor tərgeç buldu. Əxəzər 2015 yıl nəticələrinin fayberlərine toxtalıb uzam. Program kıssalarında 12 şekilden hem Rusya'nın 34 tübəgindən oquşular hem studentler qatnaşında Tatar hem Rus tillərinin xalqara olimpiyada, İlham Yaş yazıcılar bəygisi, Tatarstan hem Tatar halkı tarixi boyunca Respublika olimpiyadası ötkərildi. Rusya tübəklərində işləb gelişi Tatar məktəblərinə, balalar bağçalarına yardım göstərdi maqsadından 23 tübəkdən 18 minə yaxın Tatar dili hem ədəbiyyatı dərsdəki motor ədəbiyyat civarında. Udmurtiya Respublikası, Perm Krayı, Astrakhan tümen ülkelerinde Tatar məğarifi günləri ötkərildi. Sankt-Peterburg, Yekaterinburg, Bişkek şəhərlərində Qayım Nasri institutları açıldı. 9 Ceygetil İran Respublikasında The conference is being recorded. 9 Ceygetil İran Respublikasında elimizden 30 tübəgindən 1700'e yakın oquşu yol etdi. Netice hesap etkende 2015 yılda devlet programı dolayısınca əməlgə aşırıldı, indikatif göstərişlər ötəldi. Kim cəmiyyətçilikə Tatar dilinin İranın mümkünlüğü verən əhəmiyyətli proyektlərinin birisi olub, ana tili onlayn məktəbi tıra. 2015 yılda onlayn məktəbdə şi tillərdən həm Rusiya Federasiya reganlarından 84 kişi okudu. Hürmetli kollegalar, işlenen iş var. Şu akıbda aşırış talebini talep etken problemler çok. Bugün de bizden en büyük meseleler, okuşalarga tuğan tilde bölüm biri sifatını yaşattı. Rus tilli balalarga Tatar tilini okutu metodikasını kamilleştiru. Milli okuyuklar için kadrlar hazırlav. Әлеге проблеманы хәл итү максатында республика күләмендә Milli Мәгарифне үстерү концепциясы проекты эшләнде. 2016 елда өстенлекле эш юнәлешләре билгеләнде. Fayber proyektlarga ayrım to'xtalам. Bugungi kunda Tatarstan Respublikası Fənlər Akademiyası başında Milli Məğarif üzəri tüzü boyunca iş alıb barlar. Əlaqə özət milli tillərdə bilim həm tərbiyə birinin fənni negizlərin, normativ hukuki bazısını işləv, fundamental həm əməli tekşürlər alıb barıb, dərsliklər əzərləv həm aprobasiya bilan şüğüllənəşər. Bugungi kunda eng ko'p tanqidlanan, oshirish qabiliyatini talab etgan masalalarning birisi bo'lib, rus tilli bolalarga Tatar tilini o'rgatish metodikasining komil bo'lmog'i. O'qituvchilarga natijali kommunikativ texnologiyalarni o'rgatish maqsadidan fevral oyidan yana bir proyekt startala. Rus tili turkumlarida ishlovchi Tatar tili o'qituvchilari metodik sertifikatsiya o'zashadi. Bundan tashqari rus turkumlari uchun Tatar tilidan yana bu darsliklar hazırlaw bo'lishi turadi. Ularni hazırlaganda chet tilda bosilib chiqqan ingliz tili darsliklari tajribasi negiz etib olinashadi. Hürmetli Məğarif İdarəsi yetakçilari, tuğan tilda sifatlı bilim alу üçün şartlar tuturur. Eng birinchi jihatda ol sizning vazifa. 9 sinfdan so'ng imtihonni tuğan tilda topshirish mumkinligi bor. Ministerlik saytına 8 predmet bo'yicha kontrol uchun materiallarning Tatar tilida tarjima etilgan o'rnak variantlar o'rnashtirildi. Bunga ayirish e'tiborli